1 oktyabr 1992-ci il. Azərbaycanın populyar qəzetlərinin birində, Ayna qəzetində Naxçıvanın Daxili İşlər Nazirliyindəki vəziyyətlə bağlı bir yazı getdi. Həmin dövrdə İskəndər Həmidov, Respublikanın Daxili İşlər Naziri, Naxçıvanın Bədən Tərbiyəsi Komitəsinin sədri Səyavuş Mustafayevi Naxçıvanın Daxili İşlər Naziri təyin etmək istəyirdi və bu barədə əmr imzalanmışdı. Ancaq mövcud qanunvericiliyə görə nazirin belə bir səlahiyyəti yox idi. Qərar Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verilməlidir. Və Ali Məclis də Əskər Ələkbərovun Daxili İşlər Naziri təyin olunması barədə qərar qəbul etmişdir. Səyavuş Mustafayevin namizədliyi orada çox az səs almışdır. O da təbiidir ki, qılıncının o dövrdə dalı da, qabağı da kəsən İskəndər Həmidova xoş gəlməmişdi və o zorakılıqla Səyavuş Mustafayevi Daxili İşlər Naziri kreslosunda əyləşdirmək istəyir. Naxçıvan rəhbərliyi Böyük Heydər Əliyev buna imkan verir. Və Ayna qəzetində də bu vəziyyətlə bağlı neytral bir yazı verilmişdir. Kiçik bir yazı. Ancaq bu neytral yazı da İskəndər Həmidova, demokrat hakimiyyətin Daxili İşlər Nazirinə xoş gəlməmişdir. Oktyabrın 2-sində ətrafında polislər Ayna qəzetinin redaksiyasına baskın elədi Daxili İşlər Naziri. Qabağına keçənləri döydülər. Jurnalistlərə qəzet yedirtmək istədilər Ayna qəzetini. Və ən çox da zorakılıq Ayna qəzetinin ən zəif, ən çəlimsiz işçisi Cahangir Hüseynovun payına düşdü. Onu da döydülər möhkəm, təhqir elədilər. Və bundan sonra Ayna qəzetinin rəhbərliyi fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarını aldı. Güman etmək olardı ki, bundan əvvəlki hallarda olduğu kimi bu dəfə də Əbülfəz Elçibəy heç nə baş verməmiş kimi davranacaq və Daxili İşlər Nazirinin bu qanunsuz hərəkətlərini, yaxud növbəti qanunsuz hərəkətini görməzdən gələcək. Ancaq gözlənilən olmadı. Əbülfəz Elçibəy reaksiya vermək qərarına gəldi. Fərman hazırlandı və Əbülfəz Elçibəy Daxili İşlər Naziri barədə fərmana qol çəkdi. Orada yazılmışdı. Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Mayor İskəndər Məcidoğlu Həmidova növbəti general-leytenant rütbəsi verildi.